itki ilə barışmaq qısa müddətdə mümkün deyil. İtkiyə hələ bir razılıq vermək ki, hə, neyniyək, oldu da, baş verdi artıq. Yəni bu tez zamanda olmur. Ələlxüsus da insan cavandırsa, yaş azdırsa, bir o qədər çətindir valideynin itkisini qəbul etməyi təbii ki. Yəni ağlamaq elə bir şeydir ki, yenə də bax necə gülmək təbiidir. Necə ümumiyyətlə bax nə gəlirsə insanın içindən, nələr çıxırsa, hə? Yəni bədəndən gün ərzində indi belə deyək də ümumi desək, bir çox şeylər ifraz olunur. Düzdürmü? Çıxır. 3 ildir rəhmətə gedib. Sən əgər uzun müddətdir rəhmətə gedibsə yaxın insan və sən demək olar ilk günkü kimi dərd çəkirsən, ürəyin hələ bir göynəyirsə, 32 yaşınız var. Bu o deməkdir ki, hələ bir həyat, insanın həyatı biraz burada monotondur. Biraz hardasa maraqsızdır. Hardasa məncə özünüzə qarşı əvvəldən biraz laqeyd olmusunuz. Biraz özünüz üçün can yandıran biri olmamısınız. Hələ ola bilər valideynləriniz üçün daha çox hələ bil həm əmək vermisiniz, həm onların ətrafında bəlkə lap pərvanə olmusunuz. Yəni biraz burada aşırı bağlılıq da olanda valideynə, yəni simbiyoz davam edəndə. Yəni valideyndən duyğusal olaraq da, fiziki anlamda da aralanma zamanla olmalıdır. 3 ildir arxa-arxaya insan dayanmadan hələ bir eyni hiss eləyirsə itkinə, eyni əvvəldəki kimi. Burada biraz, yəni yetkinliyin hələ az olması. Yetkinliyin az olması nədir? Bax, yetkin insan nətərdir? Reallığı qəbul edir, nətər var o cürsə. Və reallıqda bilirsiniz necə, həyat ona maraqlıdır. Yəni itkilərini başa düşür, anlayır. Hardasa, hə, ağlayanda ağlayır, hardasa o yada da salır, yuxusuna da girir. Yəni ürəyində onunla söhbət də edir yeri gələndə. Amma ki, o biri tərəfdən də həyatda həzz almaqdan imtina etmir. Həyatı yaşamaqdan özünü cəzalandırmır da. Yəni mənim əzizim, yaxınımı itirmişəmsə, mən də bundan sonra yəni özünə utansın ki, ay mən necə mən gülə bilirəm, necə mən nə bilim mən kef çəkə bilirəm, necə mən istirahət edə bilirəm, necə mən danışıb gülüb rəqs eləyə bilirəm. Yəni ki, zamanla bunu özünə icazə vermədikdə yəni insan var ki, icazə vermir də özünə. Yəni ki, deyir mənim əzizim, yaxınımı mən itirmişəm, o bu dünyada yoxdur, mən necə kef çəkə bilərəm? Onda o daha da hələ bir bu vəziyyətə daha da qərq olur. Daha da hələ bir alışa bilmir bu itkiyə.